Bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Bu mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nikahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr içirəm ifadəmi. Niyə çıxardınız seferə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısını bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir. Aktyorumuz, gözəl aktyorumuz. Aktyorlar da az halda nələrsə deyir, iradlarını bildirirlər. Ağsaqqaldır, bəlli yaşı var, cəsarətlidir, deməlidir. Elə bil ki, hal-hazırda bizim TV-lərimiz 5-6 müğənni var da, onların üzərində qurulub. Elə bil bu millət, ancaq o 5-6 müğənniyə görə yaşayır. Bu xalq, bu millət ancaq o 5-6 müğənniyə görə nəfəs alır. Yoxsa hamı ölə bilər, hamı qırıla bilər. Bu TV-lərə bu qədər pullar dövlət bütçəsindən ayrılır, reklamlardan ayrılır, digər nələrdənsə pullar gəlir də. Bu pullar ancaq bu 5-6 müğənniyə görə xərclənir də. Texnikadır, montajdır, operatordur, nə bilim kameralardır, rejissordur, nə bilim digər nələrə, maşınlara falana da, arabalara istifadə olunur da. Ancaq bu 5-6 müğənniyə görə, bu 5-6 müğənni də düşünür ki, biz bu xalqa çox lazımıq. Ona görə çıxıb olmayan ərlərindən danışırlar. Rusiyadakı sevgililərindən danışırlar. Uşaqlarının olmayan atalarından danışırlar. Bic doğurlar, gic doğurlar, nə doğurlar? Üzr istəyirəm ifadəmə görə. Bizi sırıyırlar. Bu kişi, ağsaqqal kişi, böyük aktyor dilə gəlir. Hörmətli TV-lər. Bəsdirin də. Bizim zövqümüzü, bu xalqın, bu millətin yazıdır, zövqünü korladınız. Yersiz suallarınızla, yersiz danışıqlarınızla özünüzü ən böyük aparıcı sayırsınız. Yəni biz bu xalqa lazımıq. Nə o aparıcılar, nə aparıcılar sizin dəvət edib söhbət qurduğunuz müğənni və müğənniciklər bu insanlara lazım deyil. Bu kişilərin azından məsləhətinə, tövsiyəsinə qulaq asın, dinləyin.